Bərdə qəhrəmanlar yurdudur. Xudayarlar, Turqutlar, onların timsalında minlərlə qəhrəmanlar yurdudur Bərdə. 44 günlük Vətən müharibəsi şəhidi Turqut Zeynalovun atası Zeynalov Fikrət tərəfindən Bərdə rayonunda nümunəvi təşəbbüs həyata keçirilib. Bərdə Mərkəzi Xəstəxanasında şəhidlərin qüsul aldığı ərazi və Bərdə rayon şəhidlər xiyabanında abadlıq işləri aparılıb. Əraziyə müxtəlif güllər əkilib, səliqə səhman yaradılıb. Görülən işlər Bərdə rayon polis şöbəsinin reisi Ənvər Əsədovun dəstəyi və köməkliyi ilə həyata keçirilib. Bura Bərdə rayon şəhidlər qüsul yaxından geldi. Morgun morgçeliğe geldi. Yani bura bir ziyarətgahdır, ocaqdır bizim üçün. Allah təm şəhidlərimizə rəhmət eləsin. İndi Kamil qardaşımız, şəhidimizin qardaşı, 91-92 şəhidimizin qardaşı, əzizimiz, Kamil qardaşımız gəldi buranı işıqlandırmağa. Biz də Mədət müəllim də gəlib. Ləmbərən yox elə Əxsaqqalı. Ləmbərəndə özünüz bildiyiniz kimi bütün ümumi şəhidlər üçün abidət etmiş bir kişidir. Yani ömür boyda xeyirxahlıqla məşğuldur. Mədət müəllimi Eloba tanıyır. Mədət müəllim də bizim Əxsaqqal böyük qardaşımızdır. O da gelmişti buraya ziyaret etmeye. Elə her şey üstə düşdü. Biz de geldik buranı işıqlandıraq, millətimizə, damatımıza göstərək ki, yani bura itib batmır. Bura həmişə daim olub bizim yaddaşımızdadır, bizim qəlbimizdə, bizim ürəyimizdədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də elə hərdən Bərdəyə gələndə Fikrət həmdi, bir də Fikrət həmdə qonaq oldum, gəldim bura. Dedi ki, 44 günlük müharibədə mindən artıq şəhidlərimizin ilk şəhid olan ərəfədə burada yuyulub, oradan qüsur duaları verilib və ondan sonra yola salınıb ailələrinə ki, orada dəfn olunsun. Allah şəhidlərimizə rəhmət eləsin. Bura ən müqəddəs bir yerdir. Mən də tez-tez gəlib ziyarət edirəm. Ondan sonra dua oxuyuruq şəhidlərimizə. Amin. Yəni buranı unutmaq heç kimin ixtiyarında yox ki, buranı unuda. Bura həmişə yadımızdadır, həmişə bir müqəddəs yer kimi gəlib gedirik bura. Fikrət həmdə buranı nəzarətə götürüb özü özəlliyi ilə bu gülü çiçəyi şəhidlərimizə ruhuna ərmağan olsun deyə, onları ruhuna gözəlliyi olsun deyə buranı belə gözəlləşdiriblər. Həmişə gəlir Bərdə cəmaatı burada onlara dua oxuyur. Neçə anaların göz yaşı axıdılır burada. Allah göstərməsə bura bir elə adamı biraz həmi vahimələndirir, həmi onları yada salır ki, o ağır günlər bir daha geçsin gəlməsin bizim elimiz obamıza. Bura ən ağır günləri görmüş bir torpaqdır, bax bu həyat, bax bu dayandığımız bu müqəddəs yer. Şəhidəm, sizə çox sağ ol deyirəm Bərdə cəmaat adına, Azərbaycan xalqı adından ki, buranı belə müqəddəs bir vəziyyətdə saxlayırsınız artıq. Biz də gəlirik, yada sallıq və bizim borcumuz ki, olar ömrü boyu yaddan çıxartmamaq. Allah canı ısrar etsin, mən də dediyim kimi, mənim kimi çox qardaşlar da bura gəlir, həmişə onları burada yad edirlər və bizim borcumuzdur bu. Gələcək evlatlarımız da bu işləri görür, onların köhnə keçmiş o qalibiyyətlərini görüb, onları oxşamaq istəyirlər, vətənpərvər böyüyürlər bütün evlatlarımızda. Allah bir daha yerə deyirəm, sizi var eləsin Fikrət əmi, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bərdənin 44 günlük müharibəsinə ilk şəhid atası Fikrət əmidir, Turqut balamızın. Xudayar balamızı Allah rəhmət eləsin. Onun timsalında, onların timsalında bütün şəhidlərimiz Allah rəhmət eləsin. Biz də elə Ləmbərən kəndində onların anıt üçün onlara böyük bir türbə də tikmişik, bulaqda salmışıq, hər birinin şəkil də oradadır. Ağaçlar əkmişik onların adına, ağaçların üstündə onların adları yazılır ki, ömürlük bu tarixən yaddan çıxmasın da. Biz özümüz də əlimizdən gələn nə bacarırıq, hər öz çapında öz üçün görürük ki, həm borcumuzdan çıxaq onları qarşısında, həm də ki, onların adı bir daha heç vaxt unudulmasın. Bərdə qəhrəmanlar yurdudur. Xudayarlar, Turqutlar, onların timsalında minlərlə qəhrəmanlar yurdudur Bərdə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən hər il gedirik o Polad Həkimovun evində, orada anasını ziyarət edirik. Onların evində bilirsən çay içib dualar oxuduruq. Orada da biz şəhidlərimizi yaddan çıxartırıq. Çox da belə elimizdən, obamızdan aralı paytaxtımızda yaşasaq da həmişə orada, burada bizim üçün əziz bir yerdir. Bütün vətənin hər bir bölgəsi. Allah bütün Azərbaycan şəhidlərinin hər birinə rəhmət eləsin. Mən gələcəm buraya yekunlaşmaq istəyirəm. Burada elə bir şeylər biz görmüşük ki, yani biz vicdanlı insanlar, vicdanlı insanlar, buna neyse unutmarıq. Çünkü biz burada gördüğümüzü Allah hiç göstermesin. Yani bizim vətənin dar günündə
biz burada olmuşuq, biz burada hər şeyin şahidi olmuşuq. Onun üçün də biz buranı heç vaxt unutmarıq. Allah təm şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi var eləsin, prezidentimizin canını sağ eləsin. Ali Baş Komandan yığdı bir yumruq kimi bütün milləti. 30 ildə 90-cı illərin şəhidləri də çox əziyyət çəkdi o vaxtı, canlarına keçdilər. Amma Ali Baş Komandanımız axırda ulu öndərimizin siyasətini davam elətdirərək elə bir məqama gətirdi, çıxartdı ki, xalq birləşdi, bir yumruq altında 44 gün ərzində bu sevinci bizə yaşatdılar. Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması hər birimizin mənəvi borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik.